ханım kimdir? Я парапсихолог-психолог, окончила Академию наук. Стаж работы с людьми у меня 25 лет. Работаю я с чакрами, работаю с биоэнергетикой, работаю menfi enerjiyalarla. Yani menfi enerjiyalar o dilinde değil, cadadır, emeldir, kritimdir. Ama ki грамматик olarak мы их называем негативная энергия. Негативная энергия, которая собирается на 7 оболочках человека. İnsanlar var ki negatif enerjiden eziyet çekiyorlar. Siz böyle insanlara ne yapıyorsunuz? Те люди, которые испытывают негативную энергию, все зависит от блокировки чакры. Каждый человек живет на чакрах. В первую очередь 80% мы живем на чакрах, 20% то, что мы пьем, кушаем, чем питаемся, чем дышим. Значит, негативная энергетика может даже передаваться при общении, при диалоге людей. В основном, если происходит блокировка чакр, значит, автоматически блокируется чакра, плюс начинает заболевать определенный орган. Каждой чакре относится определенный орган. Допустим, возьмем чакру анахата. Это сердечная чакра, которая расположена вот в этой области. Если заблокирована чакра, то у человека начинается боль в сердце. В первую очередь, когда ко мне обращаются люди с такими симптомами, в первую очередь я их отправляю к кардиологу. Почему? Потому что возможно, что у человека просто проблемы с сердцем, которые относятся к кардиологу, к врачу. Если же кардиолог не находит определенных симптомов в этой области, то пациент приходит ко мне обратно. И я начинаю работать с чакрой анахата. Bazı insanlar cadı tırısından eziyet çekiyorlar. Siz bunu hangi yolla temizliyorsunuz? Birinci növbədə cada, əməl, bu lori dilində deyil, qrammatik biz deyirik ki, negativ, mənfi enerjiya var. Məsələn, cada var, bu cada eləyəndə deyirlər ki, bəs tutaq ki, dil-ağız bağlamaq məsələsi. Dil-ağız bağlamaq məsələsi bu aiddir boğaz çakraya, Vişuddha çakrasına. Dil-ağız bağlayanda insanın bu çakra bloka düşür. Bloklanır və zov əmələ gəlir, boğaz ağrısı gəlir. У меня есть определенные, birinci növbədə pasiyent gəlir yanıma, birinci növbədə mən pasiyenti diagnostikadan keçirdirəm, baxıram hansı çakralar blokdadır. Çünki insanda 7 dənə çakra var, основной. Amma başqa cürə baxsaq, 114 dənə çakramız var. Yəni bu çakralar yerləşir əl üstündə, qulaq üstündə, ayağın altında yerləşir. Ona görə основной çakralar bizdə 7 dənədir. Necə təmizləmək? Əvvəlcə diagnostika, ondan sonra pasiyent gəlir seansa. Başlayır seans, amma seans keçirmək üçün bəzi günlər var. Yəni, не так, что когда хочешь, ты приходишь. Здесь уже немножко айнан bağlı, да, то есть мы уже перемещаемся к астрологии, да, мы говорим уже насчет астрологии. Po tечению Луны aynen bağlı. Уже gelir seanslar. Yəni adama kömək olsun. Hansı xəstəliklərin sağalmasına köməyiniz verir? Ya, опять-таки, yenə də təkrarlayıram ki, insan mənə zəng vuranda ya yazanda mən əvvəlcə soruşuram, həkimin yanında olmusunuz ya yox.
Əgər insan deyir ki, həkimin yanında olmamışam, mən insanı, pasiyenti yollayıram həkimə. Əgər həkim heç nə pasiyentə, bu insanda tapmayanda, ondan sonra insan uje gəlir, yəni mənim yanıma. Mən başlayıram insana kömək etmək. Bu xəstəlikləri deyirsiniz. К любой болезни относится çakra. Çakra blokaj düşəndə начинает болеть orqan. Sizdən bir dəfə üzr istəyirəm. Mən oxumuşam Rusça, ona görə Azərbaycanca biraz danışanda əziyyət çəkirəm. Вот. Deməli, были у меня такие случаи, bir xanım gəlmişdi, müraciət etmişdi, həkimə getmişdi, у нее болел желудок, mədəsi ilə problemi var idi. Deməli, bu xanım 10 seans mən keçirdəndən sonra, amma həkim nə dərman yazmışdı, xanıma kömək etməmişdi. Deməli, xanım gəlmişdi mənim yanıma. 10 seans xanım keçir. Ondan sonra xanım özünə qalıb, mədəsində ağrı keçir. Çok sağ olun, değerli sözlerinizi ederim. Çox sağ olun, hörmətli tamaşaçılar.